Yarışma canlı gelir. Biz çölden Değerli tədbir iştirakçıları, hər birinizi bir daha salamlayırıq və sizi yenidən gördüyümüzə şadıq. Bildiyiniz kimi artıq bir neçə müddətdir Quba rayonunda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə yardımı ilə Yurd Gənclərin İntellektual İnkişafını Dəstək İctimai Birliyi tərəfindən Konstitusiya və suverenlik ilinə həsr olunmuş şəhidlərin qəhrəmanlıqlarının təbliği adlı layihə icra olunur. Bu layihə çərçivəsində Qubanın 6 müxtəlif kənd zonasında biz şəhidlərimizin qəhrəmanlıqlarının təbliği, Qarabağın tarixi, ədəbiyyatı, incəsənəti, musiqisini intellektual oyunlar vasitəsilə təbliği məqsədi ilə nə harda, nə zaman oyun üzrə seçim turları keçirmişik və bu gün Birinci Nüqədi kəndində bu seçim turlarının mükafatçılarının iştirakı ilə ümumilikdə 18 komandanın iştirakı ilə final mərhələsidir və final mərhələsində vəsiyə qazanan hər bir komandanı bir daha təbrik edirəm və finalda uğurlar arzulayıram. Bugün bu şəhidlərin qəhrəmanlıqlarının təbliği ilə bağlı yarışmada iştirak etmək mənim üçün bir şəhid bacısı olaraq çox qürur verici bir hissdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əməyi, əziyyəti danılmazdır və sözlə ifadə edilə bilməyəcəyə qədər böyük bir əziyyətləri var bizim torpaqlarımızın azad olunmasında. Başda Ramin müəllim olmaqla bu təşkilata təşəkkürünü bildirirəm ki, belə gözəl yarışmalar təşkil edir, intellektual oyunlar təşkil edir. Mənim üçün də bir qürur hissi ki, belə bir tədbirin final mərhələsində iştirak etmək. Ümumiyyətlə, intellektual yarışlara gələndə içimdə qəlbə bir həyəcan olur. Bu da mənə yaşımdan asılı olmayaraq da belə bir his olur. Bunun üçün də bu həyəcana görə, bu vaxtımızın keyfiyyəti və səmərli təşkilinə görə Rahməmizə təşəkkür edirəm. Hər kəsə uğurlar arzulayıram. Həqiqətən böyük qürur hissidir bu tədbirdə iştirak etmək, bu tədbirdə söz demək. İnşallah ki, qaliblərimiz olacaq, onları yanında təbrik edirəm. Mənim demişəm ki, olan qazansın. Çox sağ olun. Bir dəqiqə, oxu görüm onu. Sən Allah uzaq tut ondan. Ehtiyac mı? Qıratın davada pələngdir pələng. Qızılgöz baxışlı. Bunun hazırlanmasında moruq və qaranat yarpağından da istifadə edilirdi. Bu yazmadı. 2-2-dən
Dokuz. Beyazıt İman'ın var. Düzüta üzüm heyvan. İnsanların yolda inmək, hammalı var. İnsanın nəşqi sol vaxt gəlmədə. Bağır Sarabiyanın da adları çəkilir. X-la əvəz etdiyimizi ikinci növ təyini söz birləşməsi ilə yazın var. Son məqsəd deyir ki, istəyədir, bütün silahların məqsədi insan öldürmək. Orada şairlər adını yedir. On, dokuz, sekiz. Başqa heç nə ola bilməz. Ola bilməz. Başqa nə edir? Yəni başqa məsələ bu çıxır. Ben yəni ondan Mane olur. Tənbəllər olur. Tənbəllərə zəhmətkeş mane oldu. O tənbəl. On, dokuz, iki. Ama neçə gün çıxırdı öldürür. Sekiz verip 8 yazar. Getsin. Bildim mən onu bildim. yaz da. Sonsuz ifadesi var idi ve bu rəqəmin tərsinə qoyanda sonsuz olur. Düzgün cavab 8. Bir-birindən baha olmaz. Abdurrahman Hacıyev. Ama burada talihini değişmiyor. Talihi dəyişir. Oğlum abi geçilir. 8. Roman müəllif tərəfindən verilən adını bir neçə sözlə yazın. Bölge oldu. Bu da kardeş qətli yani. Hekayəm var, səhv eləmirəmsə, Yusuf Vəzir Çəmənzəmənlidir və hekayənin adı da İki Od Arasında.
Gelen değildi mi? Orada iki versiyon var. On, dokuz, sekiz. Tamam, evet. Yeni pilot kaldırması. Kadınlara ait, daha doğrusu hanımlara ait de kadınlara ait şeydi. Özü zaman, mesela uçak. Olarak anılan onun hakkındadır. Onun kim olduğunu ad ve soyad maksimal Cəbrayıl Dövlətzadə. Qacar Şobəzə. Yenicə nə təyin olunmuş? Yenicə nəsə dedi, yenicə təyin olunmuş. 4 olur ama. 7 olmuş. Sosta 7 Değil mi? Ne kadar? Oynadı neşəncil deyil. Bir oyunda o qərar verir, sonradan bilirlər ki, düz qərar verir. Nasıl olur? Ümumiyyətlə neşəncil də düz gəlirsə, Bu da düz olsa var ya. Beləliklə turnirimizin qalibi adını qazanır. 26 xalla İnvektor. Səbəbləri Konstitusiya və suverenlik ilinə həsr olunmuş şəhidlərin qəhrəmanlıqlarının təbliği layihəsinin final mərhələsini artıq yekunlaşdırdıq və final mərhələsində 3-cü yeri tutduğuna görə Səbətlər kəndini təmsil edən Assassin's Creed komandasının üzvlərini təltif olunmaya dəvət edilir. Final mərhələsinin gümüş mükafatçısı olan Aşağı Xuc kəndini təmsil edən Mübarizlər komandasının üzvlərini təltif olunmaya dəvət edilir.
Konstitusiya və suverenlik ilinə həsr olunmuş şəhidlərin qəhrəmanlıqlarının təbliği layihəsi çərçivəsində keçirilən Nə Harda Nə Zaman turnirinin qalibi olan ikinci Nüqədi kəndini təmsil edən Invictus komandası təbrik edilməyə. Təbrik edirik, uğurlar.